cücü xincanının, indi yəni resepti mən sizə göstərirəm. Undur, birinci unu tökürük. Sonra bizim duzumuzdur, yəni biz sizə mən sizə göstərirəm. Duzdur. Barjomla yoğurucuq. Sual verərsiniz ki, niyə barjomla suna yoğurmuruq? Çünki barjom xəmiri elastik və parıltılı eləyir. Həm də qoymur cırılmağa, pişəndə də qoymur cırılmağa. Ona görə biz barjomla yoğururuq, bərk xəmir alınır, çox da bərk olmur. Yəni sunan barjomda tafot çoxdur. Yəni cücü xincanında. Həm onun bişməyində, yerə suya da atanda cücü xincanın o cırılmır, yaxşı qalır. Yayanda da rahat yayılır, bərkciyinə baxmayaraq. Barjomdur. Yəni, biləsiniz barjom. Mütləq, yəni barjom mütləqdir. Barjom sunan yoğuranda xəmiri yenə dedim, elastik və parıltılı qəşəng çıxır. Yayılanda rahat yayılır, xəmiri də onun hazırında xincanın atanda qazana, bişməyə. Biliyorsunuz ki, xincal var, ağzı atılır və ya da böyrdən cırılır. Yəni, bu cırılmır. Bu necə atırsınız, elə də qazanda qalır, qəşəng bişir. Yəni, sunamında tafot çoxdur. Sevirsiniz, mən öz əlimin altında hiss edirəm ki, xəmir necə gözəl, belə elastikdir, qəşəngdir. Sonra yoğurandan sonra qoyuruq xalacinikə xəmiri. Daha elə olur ki, indi burada dəstə deyənə biz az qoyucuq, hamısı bir yarım saat qoyucuq xalacinikə. Amma ki, harca 3-4 saat cücü xəncənin xəmiri qalmalıdır xalacinikdə yoğurulandan sonra. Ondan sonra elə götürüb onu qəşəng yayıb eləyirsiniz. Görürsünüz nə qəşəngdir bax. Heç bərkliyi də çox bilinmir.